Allah'ın salamı, rəhmət və bərəkəti olsun Əhl-i Beyt aşiqlərinə. İmam Hüseyin qəbristanlığa baxıb belə buyurdu. Dedi, nə gözəl görünüşü var. Amma içində olanlar çox böyük müsibət, içində olanların qəlbində çox gizli müsibətlər var. Ey insanlar, Allahdan qorxun. Allahın bəndələri Allahdan ona görə qorxmalıdır ki, elədikləri əmələ görə cavab verəcəklər. Sizin əməliniz sizin evinizdir, axirətdə eviniz sizin əməllərinizdir. Çalışın ki, o əməllərdən yaxşı istifadə eləsiniz və məyus olmayasınız. Ariflərdən biri buyurur ki,